İnsanlar arasında çox yayğın olan və tez-tez istifadə olunan adrenalin yaşamaq deyə bir ifadə var. Bəs bu ifadənin fizioloji mənası varmı? Cavab bəli. Belə ki, adrenalin bir hormondur və bədənimizdə böyrəküstü vəzilərində sintez olunur. Bu hormonun sintezi əsasən simpatik sinir sistemi ilə bağlı olduğu üçün bu sinir sistemi ilə bağlı olan reaksiyalar zamanı qorxu, həyəcan və bəzən də sevincli hallarda bu hormonun qanda miqdarı artır. Bununla yanaşı həmçinin adrenalin bəzən tibbdə dərman maddəsi kimi də istifadə olunur. Digər hormonlar kimi adrenalinin də bədənimizdə bəzi toxumalarda birləşərək funksiya göstərə biləcəyi sinir reseptorları, yəni ki, hədəf nöqtələri vardır. Adrenalin üçün bu reseptorlar bədənimizdə ürəkdə, tənəffüs yollarında, əzələ toxumalarında, qan damarlarında və s. vardır. Belə ki, emosional hallarda, məsələn, ekstremal idman növləri ilə məşğul zamanı, paraşütdən tullanma, dağlıq yollarda velosiped sürmə və s. hallarda simpatik sinir sisteminin təsiri ilə böyrəküstü vəzilərində adrenalin qana ifrazı artır. Adrenalin qanla dolaşaraq, məsələn, ürəkdəki hədəf nöqtələrinə birləşərək ürəyin daha güclü və sürətli yığılmasını, döyünməsini təmin edir və bununla da bütün bədənə daha çox qan pompalanır. Tənəffüs yollarında yerləşən reseptorlar, yəni hədəf nöqtələrinə birləşərək tənəffüs yollarının genişlənməsini və bununla da daha çox hava, yəni daha çox oksigen qəbul etməyimizi təmin edir ki, bu da bütün bədən üçün əladır. Əzələlərdəki hədəf nöqtələrinə birləşərək əzələlərə daha çox qan axınını təşkil edir və biz bununla əzələlərimizi daha güclü və daha rahat işlədə bilirik. Adrenalin digər önəmli funksiyalarından biri bədənimizdə depo halında toplanmış glukoza molekullarının, yəni şəkər molekullarının parçalanmasını təşkil edir ki, və bu da ilk öncə beyin üçün, daha sonra da bütün bədən üçün yaxşıdır. Beyində glukoza sayəsində fokuslanma və diqqət artır və həmçinin beyin digər orqanlarda da refleksləri sürətləndirir. Adrenalindən dolayı aktivləşən bütün bu sadaladığımız mexanizmlər sayəsində insan özünü ani olaraq da olsa daha güclü, daha gümrah, daha cəsur hiss edir və bu da adlandırdığımız adrenalin yaşamaq ifadəsinin fizioloji mənasıdır.